Hamıya salamlar dostlar. Bugün sizinle yeni bir vloga başlayırıq. Bitmedi hala. Bugün çok maraqlı bir gün geçirəcəyik qızlarla. Ona göre dedim ki, bugün elə səhər tezdən bir vloga başlayayım. Qızlarla düşündük neyniyə, neçə vaxtdır görüşüb harası getmirik və dedik gedəcəyik keramika düzəltməyə. Keramika deyəndə indi kimisi fincan düzəldəcək, kimisi aksesuar qabı düzəldəcək. Belə maraqlı bir şey eləyəcəyik. Ondan sonra da yeməyə gedəcəyik. Dedim ki dəqiqə dincələyim, gəldi durdu başımın üstündə. İmkan vermir. Lona! Birinci istəyirəm bunları yuyum, sonra hazırlaşım. Belə bir üz yuma gelim də var, bu da var. İndi ikisini də eləyəcəm, görüm hansı daha yaxşı olacaq. Bir də ki sabun. Hə qızlar, evdən çıxmamışdan öncə dedim nə qədər ki vaxtım var, bu fürsətdən istifadə edeyim. Artıq 2 həftədir demək olar ki, mən fırçalarımı, sponjlarımı yumuram, onları da yuyum. Bunu qızlar yudum, amma ürəyimcə olmadı. Ona görə bunu tulluyuram. Bunu çox az istifadə eləmişəm. Qızlar, etap siz dediyiniz hər bir şeyi vloqlarımda göstərməyə çalışıram. Məsələn, heç vaxt evdən çıxmamışdan öncə makyaj eləyəndə, saçımı düzəldəndə vloq çəkməmişdim. Amma bu vloqda istəklərinizi nəzərə alıb onları da çəkdim. Və qızlar, əgər siz məni Instagramda izləmirsinizsə, mütləq oradan da məni izləməyə alın ki, storylərimdən xəbərdar olasınız. Bu vloqu editləyəndə Instagramda belə bir story paylaşmışdım. Mənə yazılanlardan bir neçəsini seçib indi cavablandıracağam. Yadınızdadsa keçən vloqda Temudan aldığım planşeti sizə göstərmişdim. Həmin planşet haqqında gün ərzində azı mənə 3-4 sual gəlir. Bu planşet haqqında mənə ən çox verilən suallardan biri budur ki, tableti qeydiyyata salmaq lazımdır və yaxud da gömrükdə hər hansı bir rüsum ödənilirmi? Qızlar, bildiyim qədərilə o zaman biz aldığımız cihazı qeydiyyata salmalıyıq ki, həmin cihaza sim nömrə gedir. Amma mən aldığım bu tabletə nömrə getmir. Ona görə də mən nə qeydiyyata salmışam, nə də ki əlavə rüsum ödəməmişəm. Bir də qızlar, əgər mənim bu mövzuda səhvim varsa, çox xahiş edirəm ki, rəy bölməsində bu səhvimi düzəldin. Planşetin işləməyi neysə söz ola bilməz, həqiqətən də istədiyim kimi çıxdı, çox bəyəndim. Buna aid atamın bir deyimi var. O həmişə deyir ki, arzudan arzu doğur. Çünki həqiqətən də insanın düşüncələri, istəkləri bir-biri ilə əlaqəli şəkildə inkişaf edir. Və bu elə bir şeydir ki, müəyyən zaman diliminə görə sənin ən çox istədiyin şeylər dəyişir. Məsələn, şagird olanda, yəni məktəb vaxtı ən çox istədiyim şey universitetə qəbul olmaq idi. Və istədiyim yerə, istədiyim fakültəyə də qəbul oldum. Tələbəlik illərimdə yaxşı bir işə sahib olmağı arzulayırdım və çox şükür ki, ona da nail oldum. Düşünürəm ki, əslində hər birimiz otursaq, saysaq, bu vaxta qədər istədiyimiz bir çox şeyə nail olmuşuq. Bəzən amma insan onların fərqində olmur. Aldığım paltarların ölçüsünü bilmək üçün xanımlar çox vaxt məndən boyumu soruşurlar. Ona görə də istədim ki, onu da deyim ki, mənim boyum 1.56-dır. Maldivə gedəndə qızlar demək olar ki, bütün qarderobumu, bütün apardığım hər bir şeyi Temudan almışdım. Və geyimlərimi görənlər hamı məndən soruşdu ki, bunları sən hardan almısan? Orada 2 mavi paltar geyinmişdim. Dəqiq hansı olduğunu bilmədiyimə görə hər ikisində linkini açıqlamalara yerləşdirirəm. Bir də ki, qızlar, bu cür şirin rəy yazan hər bir izləyicimdə çox-çox öpürəm. Açıq və səmimi danışmalıyamsa, bu dəqiqə mənim ən çox etmək istədiyim şey abunələrimin sayını 100 minə çatdırmağımdır. Mənə görə bir qadının ən böyük dəstəkçisi elə qadınlar ola bilər. Qadınların birliyini, bir-birinə dəstək verməsini hər şeydən çox sevirəm. Ona görə də mənə hələ də abunə olmayan xanımlarımızdan, əgər sizin üçün çətin bir şey deyilsə, aşağıdan mənə abunə olub dəstək verməyinizi xahiş edirəm. Bu orijinal Real Technique'indir. Bu isə bunlar Temudan almışam, amma deyim ki, isə elə də böyük fərq yoxdur. Bu fırça yuma vannasını keçən il mən yayda almışdım. Əvvəllər mən əldə yuyurdum. Düzdür, əldə yuyanda da təmiz yuyulurdu, amma məncə bu vanna daha təmiz yuyur. Temuda bunun qiyməti səhv eləmirəmsə 1 ya 2 manat olmalıdır. Bu məndə köhnədən var, çoxdan işlədirəm. Hətta universitet vaxtından, hətta bunu 2 manat 50 qəpiyə almışdım, səhv eləmirəmsə. Bilirsiniz hardan? 28 mayda ticarət mərkəzi var ya, aşağı düşürsünüz yer altına. Oradan bir kosmetika mağazasından almışdım. Çox qəşəngdir, illərlə gedir. Bir dəfə də olsun tükü tökülməyib. Amma məncə bunun artıq vaxtı gəlib, bunu tulluyuram. Bu Real Technique'indir. Bunu da Temudan almışam, bunu da Temudan almışam. İkisi də eyni markadır, çox qəşəngdir.
Hərdən rəylərdə görürəm ki, xanımlar yazır ki, kosmetikalarını göstər. Sizin üçün bəlkə də mən çox alış-veriş edən biri kimi görünə bilərəm. Amma mən makiyaj eləməyi sevmədiyimə görə mənim çox makiyaj vasitələrim də yoxdur. Bu baxımdan biraz minimalistəm. Məsələn, 1-2 dənə tempaletim varsa, bu mənim üçün kifayətdir. Çünki tempaletlərin də içində bilirsiniz ki, neçə dənə rənglər olur və biz o rənglərdən istifadə edirik, illərlə gedir. Ətrafımda elə xanımlar var ki, tez-tez çendən istifadə edirlər. Ona görə də xoşlayırlar ki, fərqli tempaletləri alsınlar. Amma mən gündəlik işə heç vaxt ten çəkmirəm. Ten bir qırağa qalsın, heç pomada da çəkmirəm. Bu səbəbdən də çoxlu kosmetika almağı məntiqli görmürəm. Qızlar, indi sizə saçımın təbii halını göstərirəm. Amma bu təbii halı o demək deyil ki, təbii halı budur. Görüntüsü biraz belədir, adam biraz qorxudur. Özümü də görmürəm oradan. Siz məni necə görürsünüz bilmirəm. Amma burada güzgü var. Hazırlayanda saçımı bu tərəfə baxacağam. Qızlar, bu belədir indi vəziyyətim. Deməli qızlar, mən böyük buruqlar eləmək istəyəndə, böyük buruq deyəndə ki, daha buruğu bəlirgin eləmək istəyəndə bundan eləyirəm. Baxın, bundan ukladka eləyirəm biraz. Bu tam belə düppədüz eləmir mənim saçımı. Çünki mənim saçım özünüz gördüyünüz gün nə qədər çoxdur. Gərək belə o qədər isti, o qədər möhkəm bir şey ola ki, mənim saçımı düppədüz eləyə. Onunla biraz eləyirəm və bununla belə indi hər iki tərəfə gedəni var da, sağ tərəfə gedəni bu tərəfə, sol tərəfə gedəni beləsinə bununla vururam. Amma indi mən o qədər bəlirgin bir buruqlar istəmədiyimə görə, daha belə dalğalı bir saç istədiyimə görə, indi mən bununla eləyəcəm. Bu adi fenlə. Bu ağzına bunu keçirdirəm. Bununla saçımı ukladka eləyəcəm. Biraz da forma verməyə çalışacağım. Qızlar, mən saçımı yuyanda balzam çəkmirəmsə, baxın belə cod görüntü olur. Saçlarımın dibi də, ucları da dəhşət qurudur. Ona görə də mən daim saçlarımı nəmləndirmək üçün, yumşaltmaq üçün nəsə edəm. Əgər saçlarımı düzləşdirəcəmsə, mütləq şəkildə bu Morphosun kondisionerindən istifadə edirəm. Ay qızlar, bir şey yadıma düşdü. İstəyirəm onu da sizə deyəm. Qızlar, iHerb'dən mən çox təriflənən saç üçün kokos yağı almışam. Sifariş eləmişəm, düzdür, hələ gəlib çıxmayıb. İndi gələcək, onu da sizə göstərəcəm. Deyilənə görə bu kokos yağı tam təbiidir. Yəni heç bir qatqısı yoxdur. Hətta yeməklərdə belə istifadə edə bilərsiniz o dərəcə. Elə yəqin ki, sizinlə bir yerdə istifadə edirəm, saçımı maska eləyəndə baxaq görək necə olur. Daha sonra da elə effektini də sizlərlə bölüşəcəm. Bu arada özümə, yoldaşıma, anama, atıma da müxtəlif vitaminlər sifariş eləmişəm. Bilirsiniz ki, indi mart ayıdır. Əsas elə mart ayında belə vitaminlər qəbul etməyimiz çox yaxşıdır. Və onu da sizə deyim ki, bilmirəm, Instagramdan məni izləmisinizsə 100% ki, görmüsünüz. Əgər məni oradan izləmirsinizsə, görməmisiniz. Ona görə deyirəm ki, elə burada da deyim, görməyənlər də məlumatlı olsunlar. Deməli qızlar, keçən dəfə mənə bir şey lazım idi. Ona görə apteklərdən birinə girdim və gördüklərim məni həqiqətən də şok elədi. Deyim şəkli də bura yerləşdirəcəm. Siz də dəqiq bir şəkildə görmüş olasınız. Deməli bu maqnezium sitratın qiyməti iHerb'də 17 manat 92 qəpik idi. Neçəyədirsə belə, yəni 17-18 manat arasıdır. Amma bizdə Bakıda qoyulan qiymətə baxın, 74 manat yazıb, üstünə də yazıb ki, 66 manat neçə qəpiyə endirimə düşüb. Hətta xanım da mənə deyir ki, çox möhtəşəm endirimdə, indi bu dəqiqə alın, sonra bu endirim olmayacaq. Mən də bunun qiymətini bilirəm, heç nə demədim, şəklini çəkdim, dedim, hə, bunun şəklini çəkim, lazım olsa gəlib alaram. İndi bəlkə də burada biri çıxacaq deyəcək ki, ay siz onların bazarını öldürürsüz, niyə görə belə şeyləri paylaşırsınız, qoyun cəmaət elə getsin bizdən alsın, pul elə bizə qalsın. Amma mənim fikrim belədir ki, mən əgər bu pulu əziyyətlə qazanıramsa və bu malın qiyməti budursa, mən niyə görə də ona əlavə artıq pul ödəməliyəm? Sizin də bu mövzu haqqında fikirləriniz mənə çox maraqlıdır. Rəy bölməsində yazın, sizin fikirlərinizi də oxuyum. Qızlar, deməli bir dənə mövzu var, trajikomik mövzudur. Yəni həm ağlamalıdır, həm də gülməli. Çox təəssüf edirəm ki, mən həmin rəyin screenshotunu götürməmişdim. Yəni ekran şəkli almamışdım. Deməli bir xanım pis söz yazıb, yəni xoşa gəlməyən bir şey yazıb, amma axırında da ürək smaylıqı, bir də belə öpüş smaylıqı qoyub. Düzdür, Allahıma hər gün şükür eləyirəm ki, sevənlərim sevməyənlərimdən çoxdur. Yəni 100 rəyin içindən heç olmasa bir dənə, 2 dənə maksimum nəsə pis bir şey çıxır. Hə, nəysə, gələk mövzuya. Əvvəl də qızlar mən belə şeylər görürdüm ki, ürək, böcək, nə bilim, öpüş, gül, belə şeylər qoyurlar smaylik kimi, yəni rəyə. Amma eyni zamanda orada pis şey yazırlar. Mən də dəli olurdum, başa düşmürdüm ki, bu nə deməkdir? Bu götür mən pis şey yazır, amma eyni zamanda mənə yaxşı smaylik qoyur. Sən demə qızlar, mən axır ki öyrəndim ki, bunun bir mənası var imiş. Bakıda bir neçə yerdə filialı olan Nərgiz Shopun rəhbəri xanım bu haqda paylaşmışdı. Qızlar, söhbətin bu hissəsini yadınızda saxlayın. Birazdan makiyaj eləyəndə danışacağam bunun ardına. İndi amma saçımı sizə göstərirəm ki, saçımın son halı belədir. İki seçimim var geyinməyə. Bir belə bir köynəyim var. Çəhrayı rəngdədir. Düzdür, ikisini ütüləməliyəm. Biri belədir. Biri də belədir.
Bilmirəm indi hansını geyinəm. Cins şalvarla geyinəcəm, amma qərar verə bilmirəm. Bunu hələlik geydim ki, tez makyaj eləyim sizinlə bir yerdə. Ondan sonra bunu rahat bir şəkildə çıxarda biləcəm. O biri köynəkdə rahat geyinəcəm, çünki o da düyməlidir. Ümid edirəm ki, bu işıq yaxşıdır. Bu işığı təzə almışdım şeydən, Trendyoldan yox, Temudan. Bilməm necə göstərir, ümid edirəm qəşəng göstərir. Biraz aşağı sala bilərəm. Bunları Temudan almışam. Saçda iz buraxmır. Belə vururam makyaj eləyəndə. Belə. İndi makyaj eləyək. Həm makyaj altından istifadə edirəm, həm də üz nəmləndiricisi kimi istifadə edirəm. Sizdə bu çox möhtəşəmdir. Əgər mənim kimi quru, həssas dəriniz varsa, quru çox quru da, yəni belə dəriniz varsa, mütləq bundan alın istifadə edin. Bunu mən iHerb-dən almışam. iHerb-də qiymətləri daha münasibdir, həm də əmin olursan ki, daha orijinaldır. iHerb-dən endirim kodu da verirəm sizə qızlar. Buraya yerləşdirirəm. Açıqlamaları da yazacağam. Ondan istifadə edin. İlk sifarişdə səhv eləmirəmsə 25%, 20% endirim verirdi. Növbəti sifarişlərdə də deyəsən hər dəfəsində istifadə eləmək olur. Hə qızlar, bayaqki söhbətin ardını danışıram. O demişdi ki, deməli bir xanım rəy yazır ki, misal üçün deyir də bunu. Gəbər bacı. Gəbər bacı yazanda təkcə gəbər bacı yazdığına görə alqoritm onu pis söz yazdığına görə banlayır. Yəni ki, bloklayır. Amma gəbər bacı gülüşlər, nə bilim, öpüş smaylikləri, güllər, çiçəklər qoyanda düşünür ki, alqoritm bu normal bir şey yazıb və onu bloklamır. Çox yüngül makyaj eləyəcəm həmişəki kimi. Bu arada kipriklərimin vaxtı gəlib qızlar. Kipriklərimi gedib düzəltdirməliyəm. İnşallah gedəndə istəsəz onun da videosunu çəkərəm. Başqa ümumiyyətlə vloglarımda nələr görmək istəyirsinizsə rəy bölməsinə yazın. Onları sizin üçün çək. Rəylərdə məndən istəmişdilər. Saçım, makyajım necə eləyirəm. Onları sizə göstərim. Ona görə indi bu dəqiqə bunları çəkiyorum. Normalda vaxtım varsa gözlədirəm 10-15 dəqiqə, amma indi vaxtım yoxdur. Ona görə tez bir zamanda BB krem çəkəcəm üstündən. Mirşanın 21 nömrəsi ilə 23 nömrəsini qarışdırıb istifadə edirəm. Ən çox 23 nömrəsindən istifadə edirəm. Əlimə tökürəm. Biraz da 21-dən belə bir şey. Sponge. Əlimdə biraz isidirəm. Və başlayıram tətbiq eləməyə. Əllə tətbiq eləsəz daha çox örtücülüyü olur. Yəni örtücülük bundan yaxşı olur. Fırça ilə eləsəz də pis deyil. Amma mən tam təbii görünüş üçün həmişə sponjla eləyirəm. Qızlar, Mişanın bu BB kremləri SPF-li olduğu üçün, yəni günəş qoruma faktorlu olduğu üçün yayda da rahatlıqla istifadə edə bilərik. Hələ də burnuma dəyməyə qorxuram da. Əvvəllər mən toz məhsullardan daha çox istifadə eləyirdim. İstir bronzerum olsun, nə bilim, istir rümyanam olsun, fərqi yoxdur. Toz məhsulları sevirdim. Amma daha sonralar başladım belə stik, krem, maye məhsullardan istifadə eləməyə. Gördüm ki, toz məhsullardansa bu cür məhsullar daha təbii görünüş verir. Bayaqki mövzunu sizə danışanda YouTube kanalını təzə açdığım vaxtlar yadıma düşdü. YouTube kanalımı açmışdım, ilk videomu çəkmişdim, amma hələ yayımlamamışdım. Mən də kanalı təzə açdığıma görə dedim ki, ən yaxşısı bir dənə shorts video paylaşım. Ondan sonra mən əsas videomu paylaşaram. Çünki shorts video elədir ki, səni izləməyənlərin də qabağına çox çıxır və onlar görəndən sonra səni izləməyə də ala bilirlər və əsas videolarımı da izləyə bilirlər. Nəysə qızlar, axşam vaxtı bir dənə shorts video düzəltdim. Hansı ki o shorts videonu həmin əsas videomun içindən götürmüşdüm. O videonu paylaşdım, yatdım və səhər duranda ilk kommenti gördüm. Bir xanım belə bir rəy yazıb ki, səni görüm o dünyaya gedəsən, niyə görə bunu axıra qədər paylaşmamısan? Dodağımı mən heç pomada çəkmirəm. Çox nadir hallarda pomada çəkirəm. İşığım buradan sönməyə davam eləyir. Tez nəmləndirici adi Nivea'dır. Mən necə düşür? Nəmləndirici Nivea. Nivea'nın çəhrayı rəngi var idi. Mən tapa bilmədim. Qızlar, makyajım həmişəki kimi sadə. Elə bir heç nə yoxdur. No make-up. Geyinirəm, gedək. Bunu kiməsə indi danışanda qızlardan deyirlər ki, bəs o səni həvəsdən salmadı, səhər tezdən durmusan, sənin də ilk rəyin bu gəlib. Əksinə qızlar, mən artıq düşünməyə başlayırdım ki, mən kimlərinsə diqqətini çəkməyə başlamışam. Və o cür mənfi rəylər heç çox mənə pis təsir eləmir, çünki bilirəm ki, insan öz içindəki zəhəri tökür. Yəni onun məndən heç bir əlaqəsi yoxdur.
Qızlarla bir yerdə getdiyimiz yer Zena Keramikdir. Bilirsiniz ki, Bakıda keramika düzəltmək üçün nə qədər yerlər var, amma biz buranı seçdik. Məkan çox estetikdir və atmosferi çox gözəldir. Qızlar, bu vaxta qədər heç vaxt mən belə bir şeylə məşğul olmamışdım. Prosesin özü insanın əsəbini, stressini elə azaldır ki, məkan emalatxana funksiyasından əlavə olaraq satış funksiyasını da görür. Yəni siz buradan başqa heç bir yerdə görə bilməyəcəyiniz hədiyyəli fincanlar, qablar tapa bilərsiniz. Bu prosesin adı keramik workshop adlanır. Təbii gildən bir forma seçirsiniz ki, onu hazırlayacaqsınız. Seçim sərbəstdir, yəni boş qab, fincan, aksesuar qabı, mini vaza, kül qabı və s. formalarını seçə bilirsiniz. Əslində biz 4 qız olmalıyıq. Sadəcə xanımlardan biri gecikir. Ona görə də hələ biz üçümüz başlayırıq. Mən və Aynur boş qab seçdi düzəltmək üçün. Aysel aksesuar qabı seçdi pişik formasında. Qızlar, bayaq deyirəm, insanın əsəblərini sakitləşdirir, rahatlaşdırır bu proses. Deməli, başlayanda əvvəl-əvvəldə prosesin, yəni ta əvvəlində stressə girmişdim əməlli başlı. Fincanı tam belə istədiyim formaya alındıra bilmirdim. Ona görə də əsəbləşirdim. Sonra birdən-birə fərqinə vardım ki, Ayazda, sən bura gəlmisən rahatlaşmağa, stresi azaltmağa. Sən gəlməmsən ki, daha da əsəbləşəsən. Həqiqətən də insan özünə nəyisə xatırlatmalıdır. Onun fərqində olandan sonra başladım belə qəşəng bir şəkildə, sakit şəkildə işimi davam eləməyə. Həm də ki, bu sənin əl işindir. Yəni nə formada olur olsun, məncə onu sevməyi bacarmalıyıq. Qızlar, bayaqlarım proses haqqında danışdım, amma qiymət haqqında məlumat verməmişəm. Bir nəfər üçün nəzərdə tutulan qiymət 25 manatdır. Siz əl işinizi hazırlayırsınız, daha sonra onu bəziyirsiniz, rəngləyirsiniz, o bişməyə gedir və 2 həftə sonra gedib məhsulunuzu hazır bir şəkildə götürürsünüz. Mən bu videonu editləyirəm hal-hazırda 2025-ci il 20 mart tarixində. Bugün bayram axşamıdır, sabah isə Novruz bayramıdır. Fürsətdən istifadə edib bütün abunələrimi, bütün izləyicilərimi Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, bu bayram sizin həyatınıza həqiqi baharı gətirsin. Qızlar, mənə bilirsiniz nələr maraqlıdır. İndi bu vlogu kimlər izləyirsə, kimlər bu sözlərimi eşidirsə, mütləq şəkildə çox xahiş edirəm ki, öz fikirlərinizi və başınıza gələn hadisə rəy bölməsinə yazın. Kimlər Novruz bayramında hansı fallara baxıb, hansı falları daha çox bəyənirsiniz və sizə doğru məlumatları verib. İndi səs yaza fikirləşirəm ki, indi deyəcəm ki, 5-6 il bundan qabaq biz filan fallara baxanda hesablayıram ki, üstündən 10 il keçib. 10 il. Qızlar, 10 il bundan qabaq mənim 16-17 yaşım var idi. Elə 12 yaş, 16, 17, 18, 19, 20 bu yaş aralığında hər il demək olar ki, biz Novruz bayramında bu falları edirdik. İndi sizə ən çox sevdiyim və hər il sevə-sevə etdiyimiz fallar haqqında danışacağım. Birincisi stəkan falıdır. Əvvəlcə 2 stəkan götürürük, daha sonra da stəkanlardan birini seçib arzu tuturuq. Başqa bir nəfər də stəkanların ikisindən birini su tökməlidir. Əgər suyu arzu seçdiyimiz stəkana tökürsə, deməli arzumuz tez bir zamanda yerinə yetəcək. Əgər digərinə tökürsə, hələ biraz da səbr eləmək lazımdır. Digər biri başmaq falıdır. Subay qız ayağının sağ başmağını sağ əlində tutur, arxası çöl qapısına olan istiqamətdə durur və başının üstündən başmağı atır. Əgər başmağın pəncə hissəsi, yəni uc hissəsi qapıya tərəf düşürsə, deməli həmin qız bu il nişanlanacaq. Biri də var, şam falıdır. Bir dənə boşqab götürürsüz, həmin boşqaba, amma dərin boşqab olur da, çünki içinə su dolduracaqsınız. Nəysə, suyu doldurursunuz, daha sonra bir dənə də şam götürürsüz. Şamı yaşımız qədər damcılara axmaq sürəti ilə eyni istiqamətdə suyun üzərinə axıdırıq. Sonda çıxan hərf bizim nişanlanacağımız və yaxud da evlənəcəyimiz adamın baş hərfi olur, deyilinə görə. Ən məşhurlardan biri də bildiyimiz üzük falıdır. Hansı ki, üzüyü neçə dəfə stəkanın divarlarına dəydisə, deməli həmin yaşda biz gəlin köçəcəyik. Biz 3 bacıyıq bildiyiniz kimi, amma bilməyənlər də əminəm ki, var aranızda. Və ortancıl bacımla mən, yəni mən böyük bacıyam, biz hər il demək olar ki, maraq üçün bunu edirdik. Elə yadımda qalıb ki, hər il ortancıl bacımda o rəqəm eyni çıxırdı və həqiqətən də düz çıxmışdı. Amma məndə qızlar hər il 29, 30, 31 çıxırdı. Deyəsən 29 bir dəfə çıxmışdı. Həmişə 30 civarında bir rəqəm çıxırdı. Vaxtlar evlənmək istəməyən, evlilikdən çox-çox uzaq olan bir insan kimi bu mənim o qədər də vecimə deyildi. Amma bu fal məndə işə yaramadı, yəni ki, reallığı göstərmədi. Çünki mən 25 yaşımdan 2 ay sonra, yəni 26 yaşımın içində olanda ailə həyatı qurdum. Mənim anamın isə ən sevdiyi şey o qulaq falı idi. Ürəyimizdə bir arzu tuturduq və gedirdik qapı pusmağa. Amma mənə görə o qapı pusmaq biraz təhlükəli bir şeydir. Bəlkə də sənin o ağlında, ürəyində tutduğun arzu tez bir zamanda reallaşmaq ehtimalı var. Amma sən qulaq falına çıxanda, qapı pusanda eşidirsən ki, yox, alınmaz, nə bilim, negativ bir söz eşidirsən və artıq beynivə qoyursan ki, hə, bu alınan məsələ deyil. Bilmirəm içinizdən kimlər papaq atdıya gedib, amma biz uşaq olanda demək olar hər il papaq
papağatlıya çıxırdıq. Mamam məni tək buraxmadığına görə qonşunun 3 qızı ilə papağatlıya gedirdim. Novruz bayramının birində yadımdadır ki, mən öz papağımı götürmüşdüm. Mənim də papağım çəhrayı rəngində idi. Üstündə qızıl gül şəkli var idi. Amma qonşu qızlar özləri ilə götürdüyü papaq oğlan papağı idi. Təsəvvür eləyin, bir qapıya atırdıq. Atanda da bilmirəm niyə hamımız öz papaqlarımızı qoyurduq. 4 dənə papaq atılırdı bir qapıya. 3 dənə oğlan papağının içində mənim o çəhrayı papağım seçilirdi. Ev yiyələri də 4 dənə papağı götürürdü, amma geri qoyanda ancaq mənim papağımın içini çox qəşəng şeylərlə doldururdular. Qonşunun da böyük qızı çarə tapdı ki, bundan sonra Əzizə ayrı bir qapıya qoyacaq, biz üçümüzü isə ayrı qapılara qoyacağıq. Amma bu taktikada çox da işə yaramamışdı, çünki mən tək atsam da yenə də mənim papağımın içinə çox qəşəng şeylər qoyurdular. Mama da həmişə deyirdi ki, hə, çöldən yığdıqlarınızı yeməyin, amma evdə ondan qəşəngləri var. Amma izah eləmək olmurdu ki, onun ayrı bir ləzzəti var. Hə qızlar, ürəyim açılmışdı Novruz macəralarımdan, nə bilim 10 il bundan qabağa qayıtdım, sizlərlə bu məlumatları da bölüşdüm. Baxın, bu xanım burada rəngləmə işini görür. Ona görə ki, o biraz gecikmişdi gələndə. Gecikdiyinə görə də orada işləyən xanımlar bildirdilər ki, siz gil hazırlamağa başlasaz çatmaya bilərsiniz. Çünki bizə 2 saat maksimum vaxt verilir və biz 5-dən 7-yə qədər rezerv etmişdik. Gil quruyandan sonra ağ rəngində olur. Bayaq xanımın əlində o boyama hissəsində olan kimi olur. Ona görə də mən bunu nəzərə alıb istədim ki, fincanım ağ rəngində qalsın, amma üstündə qırmızı ürəklər olsun. Və fincanımın bir hissəsinə 7-7-7, digər hissəsinə isə 5-2-0 rəqəmlərini yazdım. Maraqlıdır görəsən izləyicilərim arasından bu rəqəmlərin mənasını kimsə bilir. Rəngi də qəşəng seçdim. Çox istəyərdim ki, səsli şəkildə qoyum sizin üçün qulaq asasız, baxasız videolara. Amma təəssüflər olsun ki, bilirsiniz ki, YouTube belə bir şey qoymur. Yəni, əgər arxada bir mahnı səsi gəlirsə, o artıq müəllif hüquqlarına girir. Qızlar, videonu əyri çəkmişəm, amma bu mənim fincanımdır. Mən çox bəyəndim açığı. Oturmuşduq orada, işimizi görürdük, amma acından da ölürdük. Bir yandan düşündük ki, buradan çıxıb nə yeyək və yaxınlıqda xəngəl yeri var idi. Zena keramiklə sağollaşdıq, getdik xəngəlləndə. Mən doymaq üçün normalda 7-8 dənə gürcü xəngəlini rahat bir şəkildə yeyirəm. Amma Ramazan ayı olduğu üçün, bu iftar vaxtı olduğu üçün, yəni mədəmə çox da güc düşməsin deyə maksimum 3 dənə götürə bildim. 15 dənə qaynadılmış gürcü xəngəli götürmüşdük. 2 dənə qızarma xəngəl var idi, acika idi, turşu asartı idi, nadugi idi, bir də nataktari limonadı. Sonda hesab 31 manat 50 qəpik tutdu. Gürcü xəngəllərinin dadı normal idi, çox da əla idi deyə bilmərəm. İndi ağlıma gəlmir haralardı, amma əminəm ki, bir neçə dəfə bundan dadlı gürcü xəngəli yemişəm. Bu hissələrə baxanda göz haqqınızı halal edin. Qızlarla özümüzə söz verdik ki, bundan sonra fərqli belə aktivitelər axtarıb tapacağıq və onlara gedəcəyik. Nə yenilik tapsam, hara getsəm, çalışacağam ki, vlog şəklində çəkim və sizinlə də paylaşım. Əgər sizin də bildiyiniz maraqlı aktivitelər varsa, sizin üçün maraqlı olan və yaxud mən getsəm, maraqlı olar ki, onu çəkim, paylaşım, onları da məndən bölüşün zəhmət olmasa. Qızlar, mən bu videonu çəkəndə hələ ilaxır çərşənbə olmamışdı. Bu videoda tam olaraq Novruz süfrəmi görə bilməyəcəksiniz, amma ki, müəyyən şeylər yığdığımı çəkmişəm. Bu xonçanı, suvenirlərin hamısını mənim mamam keçən il almışdı, yəni keçən ildən saxlamışam. Belə qızlar, bura qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Sizlərin hər birinizi sevirəm. Sevgi ilə qalın. Hələlik.